Hər kəsə salam, mənim kanalımın dəyərli xanımları. Yeni vloquma xoş gəlmisiniz. Bilirəm ki, siz bir günlük rutin vloqlarını xoşlayırsınız. Elə mən də düşündüm ki, bu günümü də siz üçün vloqlayım. Bu gün də hər zaman olduğu kimi qızımın istəyi ilə toyuq qızardıram. Amma bu dəfə fərqli edirəm. Bir gün öncədən toyuğu doğrayıram, yaxşı-yaxşı yuyuram və sosda bastırma edirəm. Bu vloqu da gecə 11-də başlatmışam ki, dedim sosu edərkən də sizi üçün də çəkim. Bu dəfə toyuğun hissələrini almışdım. Amma çox yekə idi. Belə də olan zaman mən bəyənmirəm. Düşünürəm ki, toyuğun içi bişmir. Düzdür, mən çox qızardıram ki, bu cür yekə toyuqlar yaxşı bişsin. Amma buna baxmayaraq bu cür yekə toyuğu xoşlamıram. Desəz ki, bəs niyə almısan? Kameranı saxlamaqla məşğul idim deyənə, satıcı da nə bilsin ki, mən belə toyuqları xoşlamıram. Evə gələndə gördüm, artıq gec idi. Və xanımlar, sosa mən əlavə edirəm duru yağ, amma yağı çox əlavə edirəm. Evdə sveji sarımsaq olmadığına görə marazinikdə öncədən dondurulmuş sarımsağım var idi. Onu belə əzdim, əlavə etdim yağa. Ümumiyyətlə evdə sarımsaq olanda, yəni ki, çox olanda, bilirəm ki, qalacaq, yeyilməyəcək və xarab olacaq. Sarımsaq da qalan zaman bilirsiniz ki, boşalır. Bu səbəbdən hər zaman tyorkadan keçirdirəm və yaxud da ət maşınkasının narın gözündən. Bu formada saxlayıram, hər zaman da lazım olur, istifadə edirəm. Bəzən uşaqlar xingal istəyir. Xingal bişirəndə də ani moment evdə sarımsaq olmur ki, qatığa əlavə edim, evdə marazinikdən çıxardıram, qatığa əlavə edirəm. Və yağa bir xörək qaşığı qədər tomat əlavə edirəm. Bir çay qaşığı qədər də priprava əlavə edirəm. Və biraz da mayonez. Pripravanın, yəni ki, dadlandırıcıların ziyan olduğunu bilirəm. Bu arada görürsüz ki, südü də əlavə edirəm. Xanımlar, pripravaların ziyan olduğunu mən də bilirəm. Amma ki, indiki toyuqların qətiyyən dadı olmadığına görə məcbur oluram ki, dadlandırıcılardan istifadə edim. Və sosadakı biraz pul biber də əlavə elədim. Duz, istiot və yaxşı-yaxşı qarışdırıram. Toyuqları da əlavə edəcəm bu sosa. Deməli, xanımlar, bu toyuqlar bu sosun içində səhərə kimi qalacaqlar. Sosun bütün dadını özünə çəkəcəklər. Sadəcə olaraq mən unutmuşdum etməyi. Sizə deyim, əgər belə toyuq bişirmək istəsəz, siz unutmayın. Belə iri toyuqları sosda saxlayanda hər zaman bıçaqla hər yerini deşirdim ki, sosu yaxşı canına çəkə bilsin. Düzdür, unutsam da, amma yenə də sosun dadını özünə götürmüşdü. Amma bıçaqla deşən zaman sosu tamamilə özünə çəkir. Və xanımlar, artıq bastırmanı elədim, qaba da kulok keçirdirəm. Bu qalacaq düz səhərə kimi xaladelnikdə. Və sizi üçün bir saniyə, mənim üçün tam bir gün keçdi. Artıq səhər açılıb. Bu günümü tam sizi üçün vloqlayıram. Düzdür, bəzi hallar istisna olmaqla, amma bacardığım qədər bugün kameranı çox açmışam. Oyanar oyanmaz öncə yerimi yığıram. Amma təbii ki, vloq çəkəndə bu belə olmur. Pinjamaları dəyişirsən, ev paltarlarını geyinirsən, saça üzə əl gəzdirəndən sonra kameranı açırsan və sonra elə davam edirsən ki, güya yuxudan indi oyanmısan. Bu da blogerlərin əslində kadr arxası söhbətidir. Gizlətməyin də bir önəmi yoxdur. Çünki hər şey göz qabağındadır. Yalandan deyə bilmərəm ki, bu saat yuxudan oyanmışam. Təbii ki, yox. Bu vloqu başlatmamışdan öncə oyanırıq, gedirik üzümüzü yuyuruq, sonra biraz makyaj edirik, saçımızı darayırıq, lazımdırsa yığırıq və kameranı açırıq ki, güya gün indi başladı. Amma vloq çəkmədiyim gün öncə dərhal yerimi yığıram. Sonra gedirəm üzümü yuyuram, Tamerlana kaşa bişirirəm və kaşanı soyuda makyajımı edirəm.
Tamirlan karşısında bişirdim. İndi mən də əyləşim çay içim. Səhərlər qətiyyən yemək yemirəm. Şirniyyatla çay içirəm ya da ki kofe. Ən çox kofe içirəm, amma indi çalışıram ki kofeni biraz azaldım. Çünki fikir vermişəm ki, hətta kofe də mənə allergiya verir. Mən bilmirəm ki, bu allergiya ilə necə mübarizə aparam. Nə yesəm allergiya verir. Ən çox da şirniyyat və ədviyyatlı yeməklər. Bir də allergiya verən ximikatdır. Xanımlar, Tamirlanın karşısına hər zaman olduğu kimi D vitamini də əlavə edirəm. D vitamini mən mütləq əlavə edirəm. Leylaya da, Tamirlana da. Leyla kapsul formasında içir. Tamirlana isə damcı formasında kaşasına əlavə edirəm. Artıq yemək də hazır oldu. Çox ləzzətli idi. Yeyən zaman da xırt-xırt edirdi. Bir növ də KFC toyuqlarının dadını verirdi. Artıq yemək hazırdır. Mən rahatam. Leyla da məktəbdən qayıdandan sonra yanına kartoşka qızardaram və birlikdə yeyər. Bunu qoyuram bura soymağa. Soyandan sonra qapağını örtərəm. Artıq vaxt çatıb qızımı məktəbə aparmalıyam. Leylanı tam 5 il saçını hörüb məktəbə göndərirdim. Amma indi Leyla qətiyyən icazə vermir ki, saçını hörüm. Mən də xoşlayıram ki, qız uşağının saçı hörüklü olsun. Amma Leylanın saçını indi hörmək istəyirəm. Deyir ki, ana mən sənin üçün uşaq deyiləm. Nə qədər desəm də ki, Leyla hörüyü tək uşaqlar hörmür. Mənə bax, mən özüm də saçımı hörürəm. Elə dediyini deyir ki, mən uşaq deyiləm. Mən elə başa düşürəm ki, bu yaş devrindən asılıdır. Bu yaş devri ən çətin devirdir. Yadıma gəlir ki, bizim o vaxtı bir tarix müəlliməmiz var idi. Bizə bu yaşlarda öyüd nəsihət verirdi ki, sizin bu yaşınız ən təhlükəli yaş devridir. Bu yaş devri
dövründə ya yolunuzu azacaqsınız, ya da ki, nümunəvi şagird olacaqsınız. Biz o zaman onun nə demək istədiyini qətiyyən başa düşmürdük. Bu yaş devri elədir ki, onlara pislə yaxşını izah etmək qeyri-mümkündür. Öz dediklərini deyirlər və valideynə də el deməyə başlayırlar. Yəni ki, valideyn bir söz deyən zaman mama, ata deyə bilirlər. Bizim evdə uşaqların üstündə mənim yoldaşım daha mülayimdir, amma mən daha sərtəm. Düzdür, uşaqları vurmuram, döymürəm, amma üstlərinə qışqırıram da, danlayıram da və sərt üzümü göstərirəm də. Bəzən Leylanın el deməyi mənə o qədər ağır gəlir ki, və mən bunu qəbullanmıram. Bunun üzərində də mübarizə aparıram. Heç xoşlamıram ki, uşaq valideynin sözünü yerə salsın. Məni yaxından tanıyanlar da bilir və köhnə kanalımdan məni izləyən xanımlar da artıq bilir ki, mən uşağa iş buyurmurdum. Hər bir işi özüm görürdüm və indi baxıram ki, Leyla artıq böyüyüb, hətta mənə deyir ki, öz yeməyimi özüm edir. Bəzən mən oyanınca mənə səhər yeməyi də bişirir. Düzdür, ağır yeməklər hələ yox, buna qətiyyən icazə vermirəm. Amma ki, özü üçün lavaşda pizza edir, qayğanaq edir, kalbasa qızardır, sosiska qızardır. Yəni bu tərz yüngül yeməklər. Və mən də görürəm ki, Leyla artıq yaxşı iş görməyi bacarır. Arada məktəbə qoydum Leylanı və qayıtdıq evə. Leyla artıq iş görməyi bacarır və indi buyururam ki, öz otağını özü yığışdırsın. Və bunu hər gün ondan tələb elədikcə ki, məktəbdən gəlmisən, bütün paltarlarını səliqə ilə as yerinə. Görürəm ki, xoşu gəlmir və hətta mama deyə bilir. Çünki Leyla o qədər alışmışdı ki, hər işini anası görsün. İndi ona buyurduqlarım onun üçün ağır gəlir. Amma buna baxmayaraq üstündə strogi dayanmışam və istəyirəm ki, bu yaş devrini yaxşıya odaqlanaraq keçirsin. Və xanımlar, evə gördüyünüz kimi gəlmişik. Evdə suxarı var idi. Hansı ki, saxlamışdım ki, maşınkadan keçirdim. Çünki çəkilmiş suxarım artıq bitdi və mən də heç vaxt mağazindən çəkilmiş suxarı almıram. Çünki bir damcısını 2-3 manata satırlar və bişirdiyin yeməyə heç çatmır da. Hər zaman mən evdə boyat çörək olan zaman doğrayıram. Doğradıqlarımı bişirirəm və ət maşınkasından keçirdirəm. Evdə olur hazır suxari. Həm də ki, xeyli çox. Həm pulum getmir, həm də ki, evdə 10-15 dəfə yemək bişirə bilirəm. Evdə çəkilən suxarı ilə mağazində satılanın yüngül fərqi olur. O fərq də ondadır ki, o suxarıya Galina Blanka əlavə edirlər. Yəni suxarını dadlandırırlar. Əslində bəzən mən də evdə suxarı edəndə ürəyim istəyən zaman üzərinə priprava əlavə edirəm. Eyni mağazindən alma suxarının dadını verir. Yəni paçkada uşaqlar üçün satırlar o suxarını deyirəm. Heç o suxarıya da pul verməyə dəyməz. Çünki mən sosial şəbəkələrdə neçə yerdə görmüşəm ki, o suxarıları kiflənmiş çörəklərdən edirlər. Baxın xanımlar, görürsüz bir çörəkdən nə qədər suxarı əldə elədim. Amma mağazində satılan 2-3 manata paçkası olan suxarılar bu bankaya əlavə etsəydim, bankanın dibində qalacaqdı. Evdə etmək hər zaman sərf edir.
Demək xanımlar, bayaq gördüyünüz suxarları yeməklər üçün çəkdim. Amma bunu muşkulat eləmək üçün bişirirəm. Rus kəlmələrindən istifadə edirəm, üzürlü sayın. Muşkulat sözünü bizim dildə necə deyə bilərəm, onu tapa bilmədim. Ona görə bu sözdən istifadə elədim. Məni çoxdan izləyənlər artıq bilir ki, mən gecələr çox gec yatıram. Saat 3-də, 4-də güclə yuxuya gedirəm. Belə olan zamanda gecələr acıyıram. Baxın görün necə sağlam qidalanmıram. Səhər oyanıram, səhər yeməyi yemirəm. Ziyanlı kofein içirəm. Hər yeməyini günorta 3-də 4-də yeyirəm və bir də uşaqları yatırdandan sonra gecə yeyirəm. Bu da məni normal olaraq kökəldir. Günortanı ac gəzirəm, bunu heç önəmsəmirəm. Amma gecəni acıdımsa yata bilmirəm. Mütləq nəsə yeməliyəm. Bu suxariki də ona görə edirəm ki, heç olmasa gecə acıyanda aclığımı bastıra bilim. Yəni bunu yeyim, özümü də anladım ki, güya yemək yedim. Bəlkə beləliklə gecə yeməyini yığışdıra bilərəm. Üzərinə də bir damcı priprava əlavə etdim ki, dadlı olsun. Mənə çox xanım yazırdı ki, necə arıqlayırsan? Özün düzü, hələ arıqlamamışam, əksinə kökəlmişəm. Bir ara özümü arıqlatmağı bacardım. Bunu da təbii ki, yeməməklə edirdim. Gecəni yemədim və limonlu çay içirdim. Limonlu çaya chia toxumu əlavə edirdim və kətan toxumu. Bu məni biraz arıqlatmışdı. Amma bir gün limon alırdım, bir gün unudurdum. Beləliklə yeni həvəsdən düşdüm, başladım yeməyə. Amma xanımlar, ağlınızda olsun, limon suyu arıqladır. Bir stəkan isti suya, bir çay qaşığı chia toxumu, bir çay qaşığı da kətan toxumu və yarım dənə limonu sıxırdım. Bunu hər axşam gecə yatmamışdan öncə içirdim. Həqiqətən də görürdüm ki, arıqladırdı. Sadəcə olaraq tənbəllik etdim, bir gün aldım, bir gün yox. Suxarlar da artıq bişdi, kənara qoymuşdum ki, soysun. Demək xanımlar, bir bütöv çörəkdən çıxan suxarı bu deyil. Əslində 2 bu qab qədərdir. Amma qaynımın oğlu da bizdə idi. Suxarları uşaqlar üçün qablara ayırmışdım. Vermişdim onlara ki, yesinlər. Bu qalan suxarıdır. Yəni bir dənə bütöv çörəkdən 2 bu qab qədər çıxır. Və xanımlar, hər zaman olduğu kimi bizim evdə yenə paltar yuyulub. Evədən yığdım, ütülənəsi olanları ayırıb qoyuram kənara. Qatlanmalı olanları da qatlayıb qoyacağam yerə. Bilirəm ki, bu hər bir evdə belədir. Paltarlar yuyulur, sərilir. Zivədən yığandan sonra da qatlalamaq dərdi götürür. Hələ qışda bizim evdə 2 partiya paltar yuyulurdu. Havalar isti olandan sonra bir gündə neçə paltar yuyulursa sayını belə itirmişəm. Qışda radiatorların üzərinə sərirəm, yayda isə zivəyə. Əslində zivəyə sərəndə o qədər qorxuram ki, bilirsiniz niyə? Bir gün Tamirlanın paltarını sərmişəm zivəyə. Paltarları yığıb, qatlayıb, yerləşdirmişəm yerinə. Üstündən bir neçə gün keçib və mən şkafdan yeni corab götürüb Tamirlana geyindirmək istəyirdim. Sən demə, zivədə olarkən arı keçib corabın içinə və yaxşıdır ki, mən corabı əlimdə yığıb sonra uşağa geyindirirəm. Bunu etməsəydim, bir dəfəlik Tamirlana geyindirsəydim, arı uşağı sancacaqdı. Amma corabı əlimdə yığıb uşağa geyindirdiyimə görə arı barmağımı sancdı. Özü də o qədər yekə arı idi ki. Sonra da arı özü öldü. İnanın ki, xanımlar, bir dənə dəhşət ağrısı var idi. Həyatımda ilk dəfə idi ki, məni arı sancırdı. Təsəvvür edin ki, ağrıdan ölürəm, amma Allaha da şükür edirəm ki, nə yaxşı ki, mənim əlimi sancdı. Uşaq onun ağrısına qətiyyən dözə bilməzdi. Əslində arı barmağımı sancmışdı, amma 5 dəqiqənin içində bütün əlim şişdi. Sonra da 2-3 saata şişin özü çəkildi. Mən heç vaxt arılardan qorxmurdum, çünki məni heç vaxt arı sancmamışdı. O gün bu gündür, həyətdə arı görəndə, əgər yanında uşaqlar da varsa, qaçıram həyətə, arını uşaqların yanından uzaqlaşdırıram. Çünki mən bilmirdim ki, arının sancmağı bu qədər ağrılıdır. Bəlkə də yekə arı olduğuna görə bu qədər ağrılı olub.
Və xanımlar, artıq saat 7-nin yarısıdır. Mən gəlmişəm qızımı məktəbdən götürməyə. Buradan da çıxandan sonra getməliyəm. Evdə bir-iki ərzaq var, bitib. Onları da alım, sonra gedək evə. Tamerlanı da görürsüz, nə yaxşı sakit əyləşib. Tamerlanın belə sakit əyləşməyi tam 1 dəqiqə çəkdi. Hərdən deyirəm ki, bu uşaqlardakı enerji məndə olaydı. Hələ mənim enerjim azdır, bu qədər iş görürəm. Gör bu uşaqlardakı olan enerji məndə olsaydı, bütün dünyanın işini görərdim. Yoruldum sözü də deməzdim. Və xanımlar, mağazində vaxt getməsin deyə nə çəkmədim. Evdə bitənləri aldım və qayıtdıq evə. Aldıqlarımı da sizə göstərim. Sonra çayla içməyə atışdırmalıq etməliyəm. Yəqin ki, deyəcəksiniz bu qədər çiyəlik olar. 1 kilo idi, maşında uşaqlar yeyib bitiriblər. Mən apteka getmişdim, götürüblər, çikli-çikli yeyiblər. Xanımlar, bəzən adam istəyir ki, çayla içməyə maraqlı atışdırmalıqlar olsun. Elə bundan da ara sıra edirdim deyənə, düşündüm ki, yenə edim, həm də sizi üçün də çəkim, bəlkə sizi üçün də maraqlı fikir olar. Belə kafeyni, piçeniklar da almışam və bunları əzirəm blenderda. Sonra üzərinə əzilmiş bananı qatıram və yaxşı yoğururam. Yoğurandan sonra da istədiyim formaya salıram, üzərinə də kakos əlavə edirəm. Olur maraqlı atışdırmalıq. Amma mən bunu qeyd etmək istəyirəm ki, hansı səhifədə ki bunu öyrənmişdim. Orada bu qədər paçka piçenyanın üzərinə 2 ədəd banan əlavə edirdilər. Mən ilk dəfə edən zaman 2 ədəd banan almışdım. Əlavə elədim, gördüm ki, səndimə az imiş. Səhərə saxlamışdım, yarısını gedib banan alıb qatmışdım. Səhifələr belə detalları bəzən səhv deyirlər. Özlərində alınan məhsulun elə qisimləri var ki, onu ya az ya çox deyirlər və edən insanlar da düzəldir, görür ki, onlarki kimi olmadı. Ona görə də xanımlar, ən dəqiqini mən deyirəm sizə ki, bir paçkada 2 paçka piçenya olur. Bütöv paçkanı əgər əzsəz, o piçenikin üzərinə 3 ədəd banan əlavə edin və başqa heç bir qatqı lazım deyil. Bu qədər sadə və maraqlı atışdırmalar. Evə qonaq gələndə də süfrədə qəşəng görsəniz, çayla içmək üçün də maraqlıdır. Mənim kimi siz də əgər kafeyni şirniyyatları xoşlayırsınızsa, bu şirniyyat tam sizə görədir. Həm də ki, belə atışdırmalığı uşaqlar da xoşlayır. Təsəvvür edirsiniz, mən bunu düzəltdim. Düzdür, qaynım oğlu da bizdə idi. Verdim uşaqlara, yedilər. Axırda görəcəyiniz qabda olandan cəmi 5-6 ədəd özümə götürdüm. Hamısını yedilər və çox bəyəndilər. Nə bişirmək lazım deyil, nə də ki, əlavə qatqılar getmir. Bir banan və bir piçeniklə ərsəyə gəlir. Baxın qızlar, artıq yoğurmuşam, bu cür ələ yapışmayan formada olur. Mən şarik formasında yumrulayıram, qızımdakı kakoslayır. Məndə evdə belə kakos var idi deyənə üzərini belə elədim. Əgər sizdə kakos yoxdursa, üzərini belə eləmək üçün başqa variant bilmirəm nə etmək olar. Əslində kakos ucuzdur, bir dəfə alırsan xeyli istifadə etmək olur. Elə bu kakos da məndə bir neçə ildir ki var, belə şirniyyatlarda istifadə edirəm. Və xanımlar, gördüyünüz kimi ikimiz də əl-ələ verib bunu bitiririk. Vloqa axıra kimi baxdığınıza görə sizə təşəkkür edirəm. İnşallah ki, bəyənərsiniz. Mən sizi ilə burada sağollaşıram. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.
Tudo.